Gəncə Dövlət Universitetinin rəhbərliyi toxuculuq kombinatının qarşısında yerləşən 3-cü korpusunun yanındakı bina arasında barı çəkmək istəyib. Lakin bundan narazı olan bina sakinləri gecə ikən barda söküblər. Akşam da müəllimlər yığılacaqdı, gündüz də müəllimlər yığılacaqdı, bizim qocalar da yığılacaqdı, gedib bağlamayın, olmaz. Bizim üzümüzə bu divarı hörmüyor. Ayıptır, olmaz, bizim dədə baba yolumuzda. Deyir, zibili görməsinlə deyir, mən divarı hörürəm. Az zibilə gəlib bir tədbir görək. Burada barını hörürlər, yəni bizim elə bil evə gediş gəlişimizi problem yaradırlar. Yəni biz harasa 200 dənə belə hərrənməliyik ki, evimizə yaxın olmasın da, belə uzaq olsun. Bilək ki, burada zibil dərdi, bilək ki, deyirlər ki, zibil dərdidir. Bəlkə ki, bu zibili gəlib vaxtında yığsınlar, bu da elə bir problem yaratmazlar. Знает об этом и вас молим или нет, дал на это указание, никогда я не поверю, он не даст, чтобы это закрыть. Где такое есть право, чтобы закрыть между зданиями хода? На всех зданиях есть, а что здесь? Власти нет. Mübariz müəllim gəlmişdi, deyir, Fadir sən kimsən? Sən kimsən? Dedim, buranın sakiniyəm mən. Özdə buranı hörməyə qonsular gördəydi bura. Buranı hörürlər öz şəxsi mənəfeyləri üçün. Buranı bağladılar ki, binanın qabağına maşınlar yığılmasın, öz maşınlardır. İndi fikirləri budur, mənə belə gəlir ki, maşınlar buraya yığsınlar. Məsələyə aydınlıq gətirmək üçün Gəncə Dövlət Universitetinə üst tutduq. Adı çəkilən təhsil ocağının rektor köməkçisi Zakir Ələskərov bildirdi ki, sakinlərin narazılığı olduğu üçün biz bir daha o yolu bağlamayacağıq. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.